heç mürəkkəb bir elektrik dövrəsinə baxıb, ilahi, mən buna haradan başlayım dediyiniz olubmu? Əgər olubsa, heç narahat olmayın. Çünki bugün biz o mürəkkəbliyi aradan qaldırmaq üçün çox vacib bir strategiyanı, yəni əsas düyünləri və budaqları anlamağı öyrənəcəyik. Gəlin, elə indi başlayaq. Hər şey, bilirsiniz, qarşımızdakı problemi anlamaqla başlayır. Bir çox tələbə üçün, hətta bu işin həvəskarları üçün də mürəkkəb dövrələr ilk baxışdan sanki çıxışı olmayan bir labirintə bənzəyir. Amma inanın, doğru yanaşma ilə bu labirintin çıxış yolunu tapmaq heç də çətin deyil. Baxın bu dövrəyə. Bir yığın komponent, bir-birinə qarışmış yollar. Adam baxanda çaşıb qalır. Yaxşı, bəs analizi haradan başlamalıyıq? Hansı nöqtə ən vacibidir? Cavab, dövrənin o qovşaqlarında, yəni düyünlərində gizlidir. Hər şeyin açarı, dostlar, düyünləri anlamaqdır. Amma təkcə düyünləri yox, xüsusilə də əsas düyünləri. Bunlar bizim dövrə xəritəmizdəki əsas nöqtələrdir və bütün analizi məhz onların üzərində quracağıq. Gəlin ən sadə tərifdən başlayaq. Dövrədə 2 və ya daha çox element harda birləşirsə, bax ora bir düyündür. Bunu sadə bir yol ayrıcına bənzədə bilərsiniz. Amma bilirsiniz də, bütün yol ayrıcıları eyni dərəcədə vacib olmur. Gəlin bu nümunəyə baxaq. Bütün mümkün birləşmə nöqtələrini, yəni düyünləri bir-bir saysaq, görürük ki, cəmi 7 fərqli nöqtə var. Bu, analiz etmək üçün hələ də çoxdur. Bəs işi necə sadələşdirə bilərik? Vay, budur. İşin əsl aydınlandığı məqam. Bizim o 7 düyünün hamısına fokuslanmağımıza heç bir ehtiyac yoxdur. Bizim üçün vacib olan, yəni əsas olan, cəmi 4 düyün var. Yerdə qalanlar sadəcə yol üstü dayanacaqlardır. Yaxşı, bəs bir düyünü əsas edən nədir? Qızıl qayda budur. 3 və ya daha çox elementin birləşdiyi nöqtə əsas düyündür. Çünki bu nöqtələr cəryanın bölündüyü və ya birləşdiyi, yəni qərar verildiyi kritik yerlərdir. Ona görə də analizimizdə bütün diqqəti məhz onlara yönəldirir. Oldu. Kritik qovşaqlarımızı, yəni əsas düyünləri tapdıq. İndi növbəti addım nədir? Təbii ki, bu qovşaqları bir-birinə bağlayan yolları, yəni əsas budaqları müəyyən etmək. Gəlin görək, bu necə edilir? Tərif əslində çox sadədir. Əsas budaq bir əsas düyündən başlayıb, o birinə çatan birbaşa yoldur. Amma burada bir şərt var. O yolun üzərində başqa heç bir əsas düyün olmamalıdır. Bu çox vacibdir. Dövrəmizə yenidən qayda. Gördüyünüz kimi, bizim o 4 əsas düyünümüzü birləşdirən cəmi 7 əsas budaq var. Bunlar dövrənin əsas magistral yollarıdır. Artıq dövrənin xəritəsi gözümüzün qabağında daha aydın çəkilməyə başlayır, deyilmi? Bax, bu məqam çox vacibdir, çünki çox vaxt çaşqınlıq yaradır. Diqqətlə B3 budağına baxın. Görürsünüz, o yolda qeyri-əsas bir düyündən keçir. Amma bu problem deyil, o yenə də tək bir budaq sayılır. Amma yuxarıdakı yola baxın, B4 və 5 niyə ayrıdır? Çünki onların tam ortasında başqa bir əsas düyün var. Deməli, hər şey əsas düyünlərin harada yerləşməsindən asılıdır. İndi isə gəldik ən maraqlı yerə. Bütün bu nəzəriyyəni təcrübədə tətbiq edək. Gəlin görək bu anlayışlar o qorxunc görünən dövrəni necə də sadə bir məsələyə çevirir. Budur, qarşımızda yeni bir dövrə var. İlk baxışdan bu da kifayət qədər qarışıq görünür, amma biz artıq sirri bilirik. Gəlin düyün analizi metodunu işə salaq. Bu dövrədə ümumilikdə 5 düyün var, amma biz artıq bilirik ki, hamısına diqqət yetirməyə ehtiyac yoxdur. Qızıl qaydamızı tətbiq etsək, yəni 3 və daha çox element şərtini yoxlasaq, görərik ki, bunlardan cəmi 3-ü əsas düyündür. Bütün analizimiz məhz bu 3 nöqtə ətrafında fırlanacaq. Düyün analizinin möhtəşəm bir tərəfi var. Həll etməli olduğumuz tənliklərin sayını tapmaq üçün çox sadə bir düstur var. N çıxılsın 1. Buradakı N də bizim əsas düyünlərimizin sayıdır. Və budur nəticə. Bizim vəziyyətimizdə N 3-ə bərabər idi. Deməli, 3 çıx 1, bəli, cəmi 2. Bəli, düz eşitdiniz. O boyda mürəkkəb görünən bir dövrəni həll etmək üçün bizə cəmi 2 tənlik lazımdır. Bu, sadələşdirmənin gücü deməkdir. Yaxşı, bəlkə də düşünürsünüz ki, bu ancaq düyün analizi üçün işləyir. Amma xeyr, bu fundamental anlayışlar digər çox məşhur bir metod olan tor analizi üçün də eyni dərəcədə, bəlkə daha da vacibdir. Gəlin bu yeni dövrəyə baxaq və sürətli bir inventar aparaq. Cədvəldə də gördüyünüz kimi, ümumi budaq sayımız, yəni B, 7-dir. Əsas düyün sayımız, yəni N isə 3-dür. Bu rəqəmlər analizimiz üçün açar rolunu oynayacaq.
Tor analizində tənliklərin sayını tapmaq üçün düsturumuz bir balaca fərqlidir. Ümumi budaqların sayından, yəni B-dən, əsas düyünlərin sayının bir əskiyini, yəni n-1-i çıxırıq. Gəlin görək bu, bizim nümunəmizdə nə deməkdir? Rəqəmləri yerinə qoyaq. 7 çıx, mötərizədə 3 çıx 1, bu da eləyir 7 çıx 2. Nəticə 3-dür. Bəli, bu dövrəni tam həll etmək üçün bizə cəmi 3 tənlik lazımdır. Gördüyünüz kimi, yenə də mürəkkəb bir problem asanlıqla idarə olunan bir vəzifəyə çevrildi. Bütün bu analizlərdən sonra gəlin əsas məqamları bir daha ümumiləşdirək və bugün nə öyrəndiyimizi beynimizdə möhkəmləndirək. Deməli, bugün öyrəndik ki, əsas düyünlər analizin ürəyidir. Əsas budaqlar bu ürəyi qidalandıran damarlardır. Və bu iki anlayışı istifadə edərək, istər düyün, istərsə də tor analizi olsun, çətin məsələləri çox daha az sayda tənliklə həll edə bilərik. Məqsəd həmişə eynidir. Səs-küyü, qarışıqlığı kənara atıb vacib olana fokuslanmaq. Və işin əsl canı da elə budur. Bu, sadəcə dövrə nəzəriyyəsi haqqında deyil. Bu, ümumiyyətlə problem həll etmə bacarığı haqqındadır. Böyük, qarışıq bir problemə baxıb, onun kritik komponentlərinə ayırd etmək və bütün enerjini məhz o nöqtələrə yönəltmək. Bu da bizi son və çox maraqlı bir suala gətirib çıxarır. Layihə idarəçiliyindən tutmuş şəxsi məqsədlərimizə qədər. Qarşılıqlı aradan qaldırmaq və həqiqətən əhəmiyyətli olanı tapmaq üçün bu yanaşmanı həyatımızın başqa hansı sahələrində istifadə edə bilərik? Bax, bu barədə düşünməyə həqiqətən dəyər.